Hər vaxtınız xeyir olsun, vacib bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycanda bu ödənişlər nə çox 10 dəfə artırılıb. Belə ki, icra sənədini könüllü icra eləməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq olunan icra ödənişləri artırılıb. Bu, icra haqqında qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən bu halda alınmalı olan icra ödənişlərinin məbləği 7%-dən 10%-ə qaldırılıb. Təklif edilən digər bir dəyişikliyə əsasən isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra olunmadıqda borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat miqdarında icra ödənişi alınmış olacaq. Qeyd eləyək ki, qüvvədə olan qanuna görə isə bu məbləğ 11 və 55 manatı əhatə eləyirdi. Qeyd edilib ki, praktika mövcud məbləğlər borclunu icra sənədini vaxtında icra eləməyə təşviq eləmir. Sözü gedən dəyişiklik icra sənədini müəyyən olunan vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq. Qeyd eləyək ki, Gündəm Xəbər bu xəbəri Modern Aza istinadən verir.